Değerli izleyiciler, son dövrlerin en büyük belasına çevrilen kasino oyunlarıyla bağlı önemli haberi dikkatinize çatdıracağım. Mütləq şekilde herkes bunu beğensin, paylaşsın ki daha çok insan haberdar olsun. Azerbaycan'da online kazinolara göre banklara sert tələblər qoyulacaq mı? Azerbaycan'da online kumar oyunlarına avlüde olarak küllü miktarda borclanan vətəndaşların sayı sürətlə artmaqdadır. Online kumarda bütün pullarını uduzan borclanan insanlar bir çox hallarda çıxış yolu kimi hətta intihara da el atırlar. Yaxud belə borclar üzündən ailələr dağılır, uzun müddətli kreditlərin altında əzilir. Müsavat xəbər verir ki, bir çox ölkələrdə online kumar qadağan olunmaqla banklara belə bir oyunlar üçün ödənişlərin aparılmaması tələbi qoyulur. Məsələn, Rusiyada bunu edən banklar böyük həcmdə sanksiya ilə üzləşir, vəzifəli şəxslər həbs olunur. Özbəkistanda isə online kumar oyunlarının hesabına ödəniş əməliyyatına imkan yaradan bankın hətta fəaliyyəti belə dayanır. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Talih Kazımovun müsavata dediyinə görə, ölkəmizdə online kazinoların hesablarına ödəniş eləmək ümumiyyətlə mümkün deyil. Qanunvericiliklə online kazinoların rəsmi hesabları ilə əməliyyatlar qadağan olunub, amma qeyri-rəsmi hesablara ödənişləri banklar daxili qaydalarla tənzimləyirlər. Rəsmi online kazinoların öz hesab kodları olur, o kodlar Azərbaycanda bağlıdır. Lakin bəzi sistemlər online kazinolar var ki, məsələn, Aptekin kodu ilə işləyir. Adı Aptekdir, ancaq arxasında online kazino dayanır.